Duzların alınması yolları. Birinci, duzları turşularla metalların qarşılıqlı birbaşa qarşılıqlı təsirindən almaq mümkündür. Bu üsula duz almaq üçün biz əvvəla diqqət etməliyik nəyə? Turşu ilə reaksiyaya girən metala baxmaq lazımdır. Yadınızdadırsa biz turşular mövzusunu keçəndə qeyd etmişdik ki, turşuların kimyəvi xassələrində dedik turşular metallarla qarşılıqlı təsirdə olur, ancaq aktivlik sırasında metalların aktivlik yaxud da gərginlik sırasında hidrogenə qədər yerləşən metallar turşularla qarşılıqlı təsirdə olur. Yəni eyni turşunun kimyəvi xassəsi biz burada həmən xassəni duzların alınmasında görürük. Eyni qayda tətbiq olunur. Turşu plus metal qaydası ilə duz almaq üçün bu reaksiyada iştirak edən metal mütləq şəkildə gərginlik sırasında hidrogendən öncə yerləşən metal olmalıdır ki, o turşu ilə qarşılıqlı təsirdə olsun, duz əmələ gətirə bilsin. Məsəl üçün, birinci reaksiyaya baxaq. Natriumun xlorid turşusu ilə qarşılıqlı təsirində natrium xlorid alınır və turşunun tərkibindəki hidrogeni metal atomu sıxışdırıb çıxarır. Burada prinsip nədir? Turşular mövzusunu keçəndə biz qeyd etmişdik ki, turşunun tərifini verəndə dedik tərkibi metal atomu ilə əvəz oluna bilən hidrogen atomundan ibarət mürəkkəb maddələrə turşular deyilirdi. Demək, bu turşuların tərkibindəki hidrogen atomlarını biz metal atomları ilə əvəz edib duz alırıq. Həmən prinsipli baxın. Xlorid turşusunun içərisindəki hidrogeni götürdük. Yerinə bir hidrogen götürmüşüksə, bir dənə bir valentli metal qoyduq və xlorid turşusu aldıq. Turşunun tərkibindəki hidrogen atomu isə oradan çıxdı. Metalların gərginliyi sırasında da onsuz da hidrogendən öncə yerləşən metallar, ümumiyyətlə gərginlik sırasında biz deyirdik ki, əvvəldə gələn metal özünə sonraki metal duzlarından sıxışdırıb çıxarda bilir. Bu qaydaya da indi baxacağıq. Onda əgər metal metalı çıxarda bilirsə və o gərginlik sırasında hidrogen də var idisə, demək onda hidrogenə qədər yerləşən metalların hamısı turşuların içərisindən hidrogen çıxarda bilərlər. Sonra baxaq bu iki reaksiyaya. Görürsünüzsə kaliumun sulfat turşusu ilə iki cür reaksiyasını yazmışam. Səbəbi nədir? Çünki burada iki cür duz alına bilər. Reaksiyada iştirak edən bir valentli metalın sayına görə. Əgər biz reaksiyada kaliumdan bir ədəd götürsək, yəni 1 mol kaliumun və yaxud da natrium olsun və yaxud da litium olsun, 1 mol bir valentli metalla 1 mol iki əsaslı turşunun birbaşa qarşılıqlı təsirində nə alınır? Sulfat turşusunun tərkibində 2 ədəd hidrogen atomu var. Və bu hidrogen atomlarının hər biri metal atomu ilə əvəz oluna bilir. Əgər reaksiyada bir ədəd kalium iştirak edirsə, onda bu hidrogen atomunun birini əvəz edib və yaxud da birini çıxarda bilir. O biri hidrogen atomu duzun tərkibində qalır. Hansı ki bizə nə verir? Turş duz verir. Kalium H2SO4 plus H2. Yox, əgər reaksiyada 2 ədəd kalium atomu iştirak edirsə, onda 2 hidrogenin ikisi də bu kalium metalı ilə birbaşa əvəz olunur və əmələ gəlir kalium sulfat, normal duz. Ümumiyyətlə, bu üsulla biz duzları almaq üçün istifadə etdiyimiz metallar istər qüvvətli metal olsun, istər orta qüvvətli metal olsun və eyni zamanda amfoter xassəli metallar da bu reaksiyalarda iştirak edirlər. Berilyum, sink, alüminium, yəni bunlar amfoter olsalar da, yəni eyni xassəni göstərirlər. Turşularla qarşılıqlı təsirdə olurlar. Həmən qayda ilə gedir. Sadəcə olaraq fikir verin bu reaksiyalarda nəyə? Görün turşunun üstünə gəldiyiniz metal gərginlik sırasında hidrogenin harasındadır? Sağındadır, yoxsa solundadır? Əgər hidrogenin sağındadırsa, onda reaksiya getməz. Elə aşağıdakı reaksiya kimi. Bu reaksiya görürsüz yazmışam, qeyd etmişəm ki, getmir. Səbəbi nədir? Çünki biz hidrogendən
sonra gələn metaldır. Onun hidrogenli turşudan sıxışdırıb çıxarmağa gücü çatmır. Ancaq sink orta aktiv və yaxud da amfoter metal olsa da bu reaksiyada iştirak edir. Əmələ gəlir. Sink sulfat plus H2. Misin turşularla qarşılıqlı təsirinə mütləq şəkildə diqqət etməliyik nəyə? Bunu biz turşuları keçəndə də mən qeyd etmişdim. İndi də təkrar etmək istəyirəm. Mis duru turşularla qarşılıqlı təsirdə olmur. Yəni misin duru turşularla reaksiyası getmir. Bunun səbəbini izah etdim. Çünki mis hidrogenden sonra yerləşən metaldır deyə. Hidrogeni çıxarda bilmir. Ancaq turşulardan 3 turşu bu qaydaya tabi deyil. Qatı sulfat turşusu və duru və qatı nitrat turşusu bu qaydaya tabi deyil. Görürsünüz, duru ilə reaksiya getmədiyi halda, amma sulfat turşusunun qatısı ilə və nitrat turşusunun həm qatısı ilə, həm durusu ilə mis qarşılıqlı təsirdə olur. Bunun turşularının kimyəvi xassələrini keçəndə qeyd etmişdik. Orada nəyə görə dedik? Hidrogenin alınmasına görə deyirdik. Yəni, məsələn, mis olsun, gümüş olsun, civə olsun, hamısı hidrogenden sonra yerləşən metallar, pasiv metallar, qızıldan, platindən başqa dur turşularla reaksiya getmir, amma bax bu 3 turşu ilə qarşılıqlı təsirdə olur. Sadəcə olaraq digər metallar kimi ümumiyyətlə bu 3 dənə turşu heç vaxt hidrogen vermir. Güclü oksidləşdirici olduğuna görə onların məsələn dəyişkən valentli metal olarsa burada metalın yüksək valentlik göstərdiyi duzları alınır. Reduksiya məhsulları alınır, müvafiq və görürsünüz su alınır. Burada hidrogen əmələ gəlmir. Duzların digər alınma üsullarından biri də qələvilərin amfoter metallar və silisiumla qarşılıqlı təsir. İndi növbəti üsullarda da görəsiniz ki, əslində biz bu duzların alınma reaksiyalarının hər birinin qeyri-üzvü birləşmələrin digər siniflərini keçəndə bunların hər biri ilə biz tanış olmuşuq. Məsələn, oksidlərin kimyəvi xassələrində, turşuların kimyəvi xassələrində, əsasların kimyəvi xassələrində biz duzların bütün demək olar ki, alınma üsullarının hamısını keçmişik. Çünki ilk mövzuda da mən dediyim kimi, elə fərz edin ki, oksidin əsasın turşunun vəzifəsi duz əmələ gətirməkdirsə, onların kimyəvi xassəsini öyrənəndə, kimyəvi xassəndə, tərkibində əlbəttə ki, onların duzları necə əmələ gətirdiklərini biz ayrı-ayrılıqda keçmişik. Bu, demək olar ki, sadəcə olaraq bir təkrar videosudur sizin üçün. Bunu harda keçmişdik, yadınıza salın, qələvilərin kimyəvi xassələrində. Dedik, qələvilər, amfoter metallar və silisiumla da qarşılıqlı təsirdə olurlar. Amfoter metallar və silisium qələvilərlə qarşılıqlı təsirdə olduqda müvafiq duz və hidrogen əmələ gətirirdilər. Buradan bir şey də təkrarlayaq. Burada əmələ gələn hidrogenin sayı nəyə bərabər idi? Reaksiyada iştirak edən elementin valentliyinin yarısı qədər mol sayda hidrogen əmələ gətirir. Berilyum 1 mol, sink 1 mol, alüminium 1,5 mol, 1 molu. 1,5 mol silisium 2 mol hidrogen əmələ gətirirdi. Hidrogenlə yanaşı da dərsimizin duzların alınması da, yəni görürsünüz burada əmələ gələn bütün maddələr duzlardır. Bu metallar amfoter olduğuna görə görürsünüzmü duzun tərkibində həmən metal turşu qalığının içərisindədir. Bu duzun əsas hissəsi görürsünüzmü reaksiyada iştirak edən qələvi metalın özüdür. Amma sual yarana bilər ki, bəs burada iştirak edənlər də metallar daxı. Niyə onlar duzun tərkibində əsas tərəfdə yox, turşu qalığı hissəsindədir? Çünki bu metallar amfoterdir. Bu metalların özü də, bu metalların oksidləri də, bu metalların hidroksidləri də qələvilərlə qarşılıqlı təsirdə olurdular. Çünki onlar qələvilərlə qarşılıqlı təsirdə olduqda ikili xassəli olduğu üçün özlərini turşu kimi aparırlar. Ona görə də duzda da turşu qalığının içərisində
yerləşirlər. Daha sonra metallar və qeyri-metalların birbaşa qarşılıqlı təsirindən də duzlar almaq mümkündür. Burada metalların əksəriyyəti bu reaksiyada iştirak eləyir. Qeyri-metallardan da halogenlər və bir də kükürt metallarla birbaşa qarşılıqlı təsirdə olan zaman müvafiq duz əmələ gətirirlər. Xlor hansı turşunun tərkibində var idi? Xlorid turşusunun, düzdürmü? Ona görə metal xlorla qarşılıqlı təsirdə olduqda birbaşa xlorid turşusunun həmən metalının duzunu verir. Yəni, məsələn, natrium xlorid verdi. Kalsium florla qarşılıqlı təsirdə olduqda birbaşa kalsium florid əmələ gətirir. Alüminium kükürdlə qarşılıqlı təsirdə olub, kükürdün daxil olduğu turşu sulfit turşusuydu. Söhbət oksigensiz turşulardan gedir burada. Oksigensiz turşuların dozları əmələ gəlir bu üsulla. Yadda saxlayın. Alüminium sulfit əmələ gəlir. Metalların duzlarla birbaşa qarşılıqlı təsirindən duzlar alınır. Yenə burada nəyə diqqət eləmək lazımdır? Reaksiyada iştirak edən metala və duzun tərkibindəki metala. Burada hansı qaydanı yada salırıq? Metalların gərginlik sırası. Bu hər üç reaksiyada baxsaq görərik ki, reaksiyada iştirak edən metalla duzun tərkibindəki metal gərginlik sırasında əlbəttə ki, bir-birindən fərqli yerdədirlər. Bu reaksiya o şərt daxilində gedər ki, reaksiyada iştirak edən metalın yeri gərginlik sırasında duzun tərkibindəki metaldan əvvəl olmalıdır. Yəni, məsələn, birinci reaksiyada maqnezium gərginlik sırasında sinkdən əvvəl yerləşdiyinə görə, onda burada maqnezium sinki duzun tərkibindən sıxışdırıb çıxarır. Keçirilə bilsin ki, yerinə əmələ gəlir maqnezium sulfat plus sinkdə çıxır. Əvəz etmə reaksiyası gedir. İkincidə, dəmir gərginlik sırasında misdən əvvəl yerləşir. Ona görə bu reaksiyada gedir. Dəmir misi çıxardır, alınır. Dəmir xlor 2, üstə gərək mis. Sonraki növbəti reaksiyada mis sinkdən sonra yerləşən metaldır. Mis passiv, sink orta aktiv metaldır. Mis sinkdən sonra yerləşdiyinə görə onun gücü çatmaz sinki buradan çıxartmaq. Ona görə də bu reaksiya getmir. Həmişə bu reaksiyalarda diqqətli olun, mütləq şəkildə metallara baxın. Gərginlik sırasındakı yerlərinə baxın. Hansı əvvəl yerləşirsə, o özündən sonra yerləşənlərin hamısını duzlarından çıxarda bilir. Yox. Məsələn, sonuncu reaksiya ən yaxşı nümunədir. Mis sinkdən sonra yerləşən metal olduğuna görə sinki çıxarda bilməz. Eyni zamanda dəmiri çıxarda bilməz duzlarından, maqneziumu çıxarda bilməz və s. Demək, bu qayda ilə duz alınan zaman ümumiyyətlə, yəni bu üsulla duz alınan zaman, yəni bu reaksiya mütləq şəkildə bu tip reaksiyalar ya məhlulda aparılır, yəni metalla duzun reaksiyası, ya da mütləq şəkildə əridib aparmaq lazımdır o reaksiyaları. Yəni elə təsəvvür edin ki, iki də bərk maddəni üst-üstə gəlirsən, nə məhlula əlavə eləmirsən, nə əritmirsən, əlbəttə ki, onlar arasında reaksiya getməz. Reaksiyanın getməyi üçün yenə deyirəm, ya məhlula əlavə eləməlisiniz, onu yəni suda məhlulun alıcı reaksiyanı aparmalısınız, ya da ki, əridib aparmalısınız. İndi ən çox testlərdə rastımıza çıxan bu tip reaksiyalarla izahını vermək istəyirəm. Məsələn, biz qaydanı deyəndə dedik ki, aktivlik sırasında öndə yerləşən metal özündən sonra yerləşən metalı duzlarından sıxışdırıb çıxarda bilir. Çox vaxt uşaqlar burada səhv eləyirlər bu tip suallarda. Məsələn, aktiv metal verilərsə, bu reaksiyanı eyni orta aktiv metallarda olduğu kimi yazırlar. Amma bu düzgün yazılış deyil. Bu reaksiya necə gedir, onu izahını verim. Əvvəla bu qaydanı demək istəyirəm ki, o qayda maqnezium və maqneziumdan sonra yerləşən metallar üçün keçərlidir. Yadda saxlayın. Yəni, maqneziumdan öndə yerləşən metallara, hansı ki, söhbət aktiv metallardan gedir, litiumdur, natriumdur, kaliumdur, kalsiumdur və s. Aktiv metallar bu qaydaya tabe deyil. Yəni, aktiv metal düzdür. Özündən sonra yerləşən metallardan aktivdir. Amma özündən sonra yerləşən metalı aktiv metal duzundan sıxışdırıb çıxara bilmir. Səbəbi nədir? Dedik, bu tip reaksiyalar məhlulda gedir.
Düzdür? Onsuz da testlərdə, suallarda verəndə mütləq deyir ki, aşağıdakı reaksiyalarda məsəl üçün hansı məhlulda gedir və yaxud da getmir. Bu tip məhlul sözünü orada sizdən soruşur. Məhlul nədir uşaqlar? Duzu suda həll edirsən, alırsan məhlulda, düzdürmü? Baxın, bu reaksiya məhlulda necə gedir? Mis sulfatın suda məhluludur. Tutaq ki, əlinizdədir. Və o məhlulun içərisində natrium metalını atırsınız. Əlbəttə ki, natrium metalı mis sulfatdan əvvəl, mis sulfat molekullarından əvvəl su molekulları ilə toqquşur. Yəni, su molekulları ilə birbaşa qarşılıqlı təsirdə olur. Məhlulun içərisində su yoxdurmu? Demək, natrium metalı birinci məhluldakı su ilə qarşılıqlı təsirdə olub. Nə əmələ gətirir? Qələvi və hidrogen əmələ gətirir. İndi artıq bizim məhlulumuzda natrium metalı yox, qələvi var. Bu kalium da ola bilər, kalsium da ola bilər, fərqi yoxdur. Demək, məhlulda artıq qələvimiz var və mis sulfat natriumla yox, artıq bu qələvi ilə qarşılıqlı təsirdə olur. Buradan nə əmələ gələr? Mis hidroksil qrupu ilə birləşər və natrium sulfat. Bu reaksiyada mütləq, əgər, bax belə də deyir testdə, metalla duzun qarşılıqlı təsirindən əgər qabdan qaz ayrıldısa, bu hansı metal ola bilər? Əlbəttə ki, aktiv metaldan söhbət gedir. Hansı halda burada qaz ayrıla bilər? Burada qazı kim verə bilər? Metal. Niyə? Aktiv metal. Niyə? Çünki aktiv metal su ilə qarşılıqlı təsirdə olub, üzr istəyir. Su ilə qarşılıqlı təsirdə olub, suyun içərisindəki hidrogeni çıxardır. Vəssalam. Bu tip suallarda mütləq diqqətli olun. Gördünüzsə ki, duzun üstünə aktiv metal gəlib və məhlul sözünü qeyd edilibdir. Birinci o aktiv metal su ilə reaksiyaya girir, qələvi verir. Sonra qələvi həmən duzla qarşılıqlı təsirdə olur. İki duzun qarşılıqlı təsirində. İki duz arasında reaksiya gedir. Ancaq burada biz nəyə diqqət edirik? İki duz o zaman reaksiyaya gedər ki, alınan maddələrdən biri çöküntü olsun. Onsuz da iki duz qarşılıqlı təsirdə olubdursa, mütləq şəkildə onlar ikisi də iki dənə məhsul verir, iki məhsulun ikisi də duz olmalıdır, düzdürmü? O şərt daxilində bu reaksiya gedər ki, alınan məhsullardan biri çöküntü olsun. Əgər çöküntü yoxdursa, duzla duz reaksiya getmir. Varsa gedir. Məsələn, birinci reaksiyada barium nitratla natrium sulfatın qarşılıqlı təsirin reaksiyası gedir. Səbəbi nədir? Ümumiyyətlə bu reaksiyanı biz kimya reaksiyaların təsnifatını keçəndə keçmişik bunları. Mübadilə reaksiyası gedir burada. Barium NO3-ü verirdi natriuma, natrium SO4-ü verirdi bariuma. Elə bir tərkib hissələrin qarşılıqlı dəyişirdilər. Buna görə burada barium sulfat və natrium nitrat əmələ gəlir. Əmələ gələn duzlara baxıram. Görürəm ki, barium sulfat çöküntüdür. Ona görə bu reaksiya getdi. İndi gəlin digər reaksiyaya baxaq. Gedirmi, getmirmi? Bu necə təyin edirəm? Yenə mübadilə reaksiyası gedir. NO3 xlorun yerini dəyişdirirəm. Alınır. Natrium xlor üstə gələr, yəni alınmalıdır daha doğrusu. Kalsium nitrat. Əmələ gələ biləcək duzlara baxıram ki, natrium xlor da suda həll olan duzdur. Kalsium nitrat da suda həll olan duzdur. Burada çöküntü yoxdur. Ona görə də bu duzlar arasındakı reaksiya getməz. Oksidlərin xassələrində də keçdiyimiz reaksiyalardan biri əsas oksidlərlə turşu oksidlərin qarşılıqlı təsirindən duz əmələ gəlir. Məsəl üçün, kalsium oksid plus CO2 əmələ gəlir kalsium karbonat, natrium oksid plus SO2 əmələ gəlir natrium sulfit. Burada bu tip reaksiya rastınıza çıxdısa, əmələ gələn duzun formulu mən necə tapım? Yadınızda saxlayın. Reaksiyada iştirak edən əsası oksid hansıdırsa, o duzun əsas tərəfində qalır. Metal hissəsini təşkil edir. Reaksiyada iştirak edən turşu oksidi duzun turşu qalığı hissəsini təşkil edir.
oksidlər mövzusunu keçəndə izahını vermişdim. Bu turşu oksidinin içərisindəki ana element. Burada hansı oksidləşmə dərəcəsini göstərirsə, bu element hansı turşuda müsbət 4 oksidləşmə dərəcəsi göstərir? Ümumiyyətlə CO2-nin bir dənə turşusu var da, karbonat turşusu, düzdürmü? Burada karbon müsbət 4-dürsə, onda kalsiumun karbonat turşusunun duzunu əmələ gətirir. Məsələn, ikinciyə bax. Əsası oksid natriumun oksididir. Duzun metal hissəsini təşkil edir natrium. Turşu oksidi SO2-dir. Birinci baxaq görək bu SO2 hansı turşunun anhidridi idi. Kükürt burada neçə oksidləşmə dərəcəsi göstərir? Müsbət 4. Turşular keçdiyimizə görə kükürdün turşularından əlbəttə ki tanışıq. Kükürdün turşuları sulfid, sulfid və sulfat idi, düzdürmü? Bu üç turşunun içində də kükürdün oksidləşmə dərəcələrinə bax, yada sal. -2, müsbət 4, müsbət 6. Müsbət 4 göstərdiyi turşu hansıdır? Sulfid. Ona görə də əsas oksiddəki metalın, yəni natriumun sulfid turşusunun duzun əmələ gətirir. Və duzların alınmasının ən məşhur yollarından biri əsaslarla turşuların qarşılıqlı təsir reaksiyalarıdır ki, hansı ki, yenə deyirəm biz bu reaksiyalarla tanışıq. Kimyəvi reaksiyaların tiplərini keçəndə keçmişdik. Neytrallaşma reaksiyaları idi bu. Bu reaksiya necə gedirdi? Əsaslarla turşular qarşılıqlı təsirdə olub duz əmələ gətirirdi, düzdürmü? Əsasın tərkibindəki OH-la turşunun tərkibindəki H ayrılırdı. Yəni belə deyək, əsas öz OH-ın, turşu öz H-ın verir və onlar ikisi birləşib su əmələ gətirirlər. Metalla turşu qalığının, belə deyim, boş qalan qollar da birləşib duz əmələ gətirirlər. Növbəti reaksiya bax. Kalsium hidroksid üstəgəl sulfat turşusu. Burada əsasın tərkibindəki OH-larla turşunun tərkibindəki H-lar birləşib su verir və qalan hissələrdə birləşib duz əmələ gətirirdi. Sadəcə bu reaksiyalarda nəyə diqqət edin? Əsasın tərkibindəki hidroksid qruplarının sayı ilə turşunun tərkibindəki hidrogen atomlarının sayının uzlaşmasını. Çünki burada turşunun və əsasın mol sayından asılı olaraq müxtəlif cür duzlar əmələ gələ bilər. Əsasi duz da əmələ gələ bilər buradan, turş duz da əmələ gələ bilər, normal duz da əmələ gələ bilər. İndi yazdığımız reaksiyada, bu iki reaksiyaların hər ikisində normal duz əmələ gəlir. Çünki niyə? Görürsünüz, burada da OH qrupu 1 ədəddir, burada H 1 ədəddir. Yəni H OH-a bərabərdir, normal duz verir. Aşağıdakında kalsium hidroksiddə 2 OH qrupu var. Sulfat turşusunda da 2 dənə hidrogen atom var. OH-larla H-lar bir-birinə bərabərdir, normal duz verir və əmələ gələn suyun mol sayı da bu OH-la H-ın sayından asılıdır. Bir H-la OH birləşəndə 1 mol su vermir. 2 birləşəndə bunlar 2 mol su əmələ gətirir. İndi müxtəlif olduğu hallara baxaq. Məsələn, birinci reaksiyada hər birindən 1 mol götürsək əgər, 1 mol kalsium hidroksidlə 1 mol orta fosfat turşusunun qarşılıqlı təsirindən hansı duz əmələ gələr? Baxıram turşun əsasla turşunun içərisindəki hidroksid qruplarından hidrogen atomlarının sayını. Kalsium hidroksiddə 2 ədəd OH qrupu var. Orta fosfat turşusunda da 3 dənə hidrogen var. Görürsünüz, uzlaşmadı. Hidrogen atomlarının sayı OH qruplarının sayından çoxdur. Onda heç əmələ gələn duzun formulunu tərtib etməmişdən öncə mən 100% bilirəm ki, burada turş duz əmələ gələcək. Çünki hidrogen atomlarının sayı çoxdursa, bu deməkdir ki, buradan turş duz əmələ gəlir. Çünki o hidrogen atomlarının 3 dənə idi. Bunun ikisin 2 OH 3 hidrogenin ikisini özü ilə götürüb aparır, su əmələ gətirir. Bir hidrogen ilişir qalır duzun tərkibində. İndi gəlin əmələ gələn duzun formulunu çıxaraq. Elə bunun da timsalında əsasi duzlarla turş duzların formullarını necə tərtib edirik onu öyrənək. Duzun metal hissəsini yazıram. Kalsium
Turşu qalığını müəyyən edirəm. 2 dənə OH qrupu, 3 dənə hidrogen var. 2 OH 3 hidrogendən ikisini aparır. Hidrogenin bir dənəsi mütləq qalır duzun içərisində. Yəni bax H3PO4 idi. Onda bu duzun içərisində H3 idi. 2 hidrogeni OH apardı, qaldı HPO4. Son olaraq formulumuzu çıxaraq. Bir də əmələ gəlir su. Əmələ gələn suyun mol miqdarı neçədir? 2 OH 2 H-la birləşir. H-ın biri qaldı onsuz da duzun içərisində. 2 HOH mənə verir 2 mol su. Duzun formuluna baxıram. Kalsium 2 valentli metaldır. Düzdürmü? Bəs HPO4-ün valentliyi neçədir? Bunu əslində öncəki dərsdə demişdim. HPO4 H3PO4-dən gəlib. H3PO4-dən gələnə qədər elə fərz edin ki, 2 hidrogeni itirib. Həmin o 2 hidrogeni OH apardı özü ilə. 2 hidrogeni itiribsə 2 qolu boşdur deməkdir. 2 boş qol da 2 valentlik deməkdir. Hər ikisi 2 valentlidir. Duzun formulu olur kalsium HPO4. Onda adı necə olar? Kalsium hidroortofosfat. İndi aşağıdakı duza baxaq. Görək hansı duz əmələ gəlir. Burada baxıram ki, OH qrupunun sayı 3 ədəddir. 3 dənə OH-ım var. Turşunun içərisində də 2 dənə hidrogenim var. Demək, OH-ların sayı H-ların sayından çoxdursa, yenə duzun formulunu tərtib eləməmişdən əvvəl deyirəm ki, burada əsası duz əmələ gəlibdir. Duzun formulunu tərtib edək. Demək, metalımız alüminiumdur, qeyd edirəm. Alüminium. Görək duzun əsası duzdursa, bunun içərisində OH qrupu qalır. Görək neçə dənə OH qrupu qalır bu duzun tərkibində. 3 OH, 2 H. Burada 2 dənələ ikisi uzlaşa bilir. Yəni 2 hidrogen maksimum 2 OH qrupunu apara bilir. Onda OH qrupunun bir dənəsi qalır. Əsasın yanında qalır. İkisi gedir, biri qalır. Yəni demək 1 OH qaldı duzun içərisində. Turşudakı hidrogenin ikisi də getdi. Burada qaldı SO4. Üstə gərək neçə mol olsun? 2 mol olsun. Əsası duzun. Görək formulu düz yazdıqmı? Səhvimiz varsa düzəldək. Alüminium 3 valentli metaldır. OH qrupu 1 valentlidir. SO4 neçə valentlidir? H2SO4-dən gəlib. 2 hidrogeni yanında yoxdursa, özü birlikdə 2 valentlik göstərir. Bunu ötərsəyək. Və salam. OH ilə SO4-ün cəmi metalın valentliyinə bərabər olursa, duzumuzun formulu düzdür. İndi yenə də qeyd edirəm, testlərdə soruşur, deyir ki, aşağıdakı reaksiyaların hansında turş duz alınır, hansında əsasi duz alınır. Mütləq şəkildə o reaksiyalarda diqqət eləyin OH qrupları ilə H-ların sayına. Görün, əgər H-ın sayı OH-ın sayından çoxdursa, burada əmsal da ola bilər. H-ın sayı OH-ın sayından çoxdursa, əmsal olanda mütləq, məsələn, tutaq ki, məsələn, deyirəm, burada 2-dirsə, onda burada neçə dənə OH qrupu olardı? Birində 2-dirsə, ikisində 4 ədəd, düzdür? Əmsala diqqət edin. Mən də hər birində əmsalın bir dənə yazmışam. H-ın sayı OH-ın sayından çox olarsa turş, OH-ın sayı çox olarsa əsasi duz alınır. Diqqət olunması məqamlardan biri. Məsələn, bu tip reaksiyaya salır. Deyir, aşağıdakılardan hansından, məsələn, deyirəm, turş duz alınır. Reaksiyana belə qoyur. Məsəl üçün, natrium OH-ın əmsalını atır 3, nitrat turşusunun əmsalını atır 4. Uşaq da baxır, baxan kimi deyir ki, OH-ın sayından H-ın sayına baxır. Deyir, 3 dənə OH var, 4 dənə H var, H OH-dan çoxdur. Ona görə deyir ki, burada turş duz əmələ gəlir. Amma səhv deyir. Buradan turş duz əmələ gəlmir. Ümumiyyətlə. Qaydada izah etmişdim. Bir turşulu əsaslarla bir əsaslı turşular ancaq normal duz əmələ gətirə bilirlər. Bir turşulu əsas heç vaxt əsası duz əmələ gətirə bilməz. Niyə? Bir dənə OH qrupu var. O bir OH qrupun turşu qalığı ilə əvəz elədi. Əlində heç nə qalmır. Sən istəyirsən ondan 100 mol götür. Və yaxud da bir əsaslı turşular. Bircə dənə hidrogen atomu varsa bunun, onu metalla əvəz edir. Bunun yerdə hidrogeni qalmır ki, o turş duz əmələ gətirsin.
mol sayından asılı olmadan bir əsaslı turşularla, bir turşulu əsasların qarşılıqlı təsirindən ancaq və ancaq normal duz əmələ gəlir. Turş duzların belə bir alınma üsulu var. Onu da qeyd edim sizə. Testlərdə, suallarda çox düşür. Bir turşunun və yaxud da belə deyəm, bir duzun üzərinə o duz əmələ gətirən turşunun özündən gəlsəm, söhbət əlbəttə ki, çox əsaslı turşulardan gedir. Həmən duzun, ya daha doğrusu həmən turşunun turş duzu alınır. Yəni ki, ən yaxşı reaksiya ilə izah edeyim. Natrium sulfatın üstünə, normal duzun üstünə, bunun içərisindəki turşu nədir? Sulfat turşusu. Sulfat turşusunun özün gəlsəm, bayaqdan bu normal duz idi, artıq verir onun sulfat turşusunun turş duzunu. Və yaxud da bu kalium ortofosfat da ola bilər. İndi burada hidroortofosfat qeyd etmişəm, səbəbini deyəcəm. Yəni. Kalium hidroortofosfatın üstünə ortofosfat turşusu gələndə onun növbəti hidrogen sahib bir vahid artır. Dihidroortofosfat duzu əmələ gəlir. Baxın, bu reaksiyalar nə vaxt gedir, nə vaxt getmir. Sadəcə bir qayda var. Əgər, bax, məsələn, burada normal duzun üstünə turşu gəldi də, rahat yazdıq reaksiyanı. Amma görürsünüzmü, burada bunun iki cür turş duzu var, axı ortofosfat turşusunun. Burada turş duzun üstünə həmən turşudan gəlib. Burada da turş duzun üstünə həmən turşudan gəlib. Bu reaksiya nə vaxt gedər, nə vaxt getməz. Əgər hidrogen fərqi ən az 2-dirsə, reaksiya gedir. Hidrogen fərqi 2-dən azdırsa, yəni 1-dirsə, onda bir reaksiya getməz. Burada bir hidrogen var, burada 3. Fərqi 2 etdimi? Mütləq reaksiya getdi. HPO4 idi, H2PO4 əmələ gəlir. Amma bura baxın, hidrogen fərqi 1-dir. Ona görə dihidroortofosfatların üstünə təzədən ortofosfat turşusunun özün gələndə onun turş duzu alınmır. Yəni ümumiyyətlə o reaksiya getmir. Və son olaraq da bunu da qeyd edeyim ki, duzların alınma üsullarından biri dənədir. Uçucu olmayan oksidlər, turş oksidlərindən söhbət gedir. Uçucu oksidləri duzun tərkibindən sıxışdırıb çıxarda bilirlər. Məsələn, kalsium karbonat üstlərinə silisium oksid gələndə, silisium oksid uçucu olmayan oksiddir. Kalsium karbonatın içərisində olan oksid hansıdır? CO2-dir də. CO2-nin karbonat turşusunun duzudur kalsium karbonat. Ona görə silisium O2 CO2-ni duzun tərkibindən sıxışdırıb çıxarda bilir. Yenə deyirəm, bəzən burada da çaşbaşlıq yarana bilir, amma bir-birlə qarışdırmayın. Bu başqa qaydadır. Bir dənə də qayda var ki, turşuların xassələrini keçəndə bunu keçmişdik ki, turşuların da qüvvətli sırası var idi da, düzdür. Baxmayaraq ki, karbonat turşusu özü silikat turşusundan qüvvətlidir nisbətən. Karbonat turşusu, əgər bax, məsəl üçün, biz buradan kalsium karbonatın üstünə silisium O2 yox da, silikat turşusu gəlsəydi, H2 silisium O3 və silisium O2 H2 silisium O3 üzür sayın. Bu reaksiya getməzdi. Çünki silikat turşusu karbonat turşusundan zəif turşudur. Əksinə olsaydı gedərdi. Yəni kalsium silikat da bu reaksiya gedərdi. Bu CO2 plus H2O nədir? Karbonat turşusudur da, düzdür. Bax, burada karbonat turşusu silikat turşusunun oksidini, yəni silisium O2-ni oradan sıxışdırıb çıxardır. Amma turşu gəlsəm üstünə bu formada karbonat silikatı çıxardır. Amma əgər məsələn karbonat turşusunun üstünə silisiumun oksidin gəlirəmsə, onda məsələn əksinə olsaydı, kalsium silikatın üstünə CO2-ni tək gəlsəydi, bu reaksiya getməzdi. Çünki uçucu olmayan oksid uçucu oksidi çıxarda bilir ancaq. Uçucular uçucu olmayanları çıxarda bilmir.